Uşaqlar, demək bugün biz monitorika hazırlıq kitabından ikinci monitorikimizin izahına başlayırıq. Riyaziyyat fənnindən. Gəlin, vaxt itirmədən suallarımıza baxaq. Demək, birinci sualda qeyd olunubdur ki, ardıcılığı əsasən irəli saymanın müəyyən edib düzgün bəndi seçin. Gəlin, indi baxaq. İlk növbədə gəlin C variantına baxaq. Fikir verin, 840, 841, 847 və sonra 840 gəlir. Fikir versiniz, irəli saya gedir və təzədən 847-dən sonra isə geri sayma var. Demək, C variantı ola bilməz. B-də 567, 577, 578 irəli doğru gedir, amma sonda geriyə qayıtma var. Demək, B-də olmaz. D-də 10, 20, 320, 321. Tamam, bunu hələ bir işarə qoyaq. Burada da irəli sayma var. A variantına deyir 513, 613, 713 və 813. Burada da irəli sayma var. Bəs indi bu variantların hansı ola bilər? Gedirik, qaydırıq təzədən şərtə deyir, ardıcılığa əsasən irəli saymanın müəyyən edib düzgün bəndi seçin. Baxaq, bu iki variant arasında fikir versiniz. 10 vayda artıb 20 olub. Sonra artıq təzədən 10 vayd artmalıdır da. Yəni bir qanuna uyğunluq o birisinə də aid olmalıdır. Amma burada o qanuna uyğunluq pozulub. Təzədən burada 300 vayd artıb, təzədən 1 vayd artıb. Amma 513 üstünə 100 gəlib 613. Sonra təzədən 613 üstünə 100 gəlib 713. Sonra təzədən üstünə 100 gəlib 813 olubdur. Demək, burada bir qanuna uyğunluq var. Bu qanuna uyğunluqda A variantına uyğun gəlir. Sonra 17-ci tapşırıqda deyir ki, aşağıdakı qutularda altdakı 2 ədədin cəmi yuxarıdakı ədədə bərabərdir. Yəni, bu o deməkdir ki, biz aşağıdakı bu 2 ədədi toplasaq, yuxarıdakı ədədi almış olarıq. Bunun üçün də biz, demək, 322-nin üstünə 167-ni gəlməliyik. İkimizi biraz düzəldək. Aha. Demək, 322. 7 ilə 2, 9, 6 ilə 2, 8, 3 ilə 1 də 4. Demək, yuxarıdakı olacaq ədəd 489 olmuş olur. Sonra gəlir 18-ci tapşırıqda. 18-ci tapşırıqda deyir ki, M 224, N 305, E isə 411-dir. Hərflərlə ifadə edən hansı ədədin cəmi 635-dir. Yəni, bu deməkdir ki, biz hansı ədədləri, hərfdəki olan ədədləri toplasaq 635 edər. Bax, ilk gözdən nəzərə baxaq. Burada 305 ilə 441-i toplayanda 300 və 400 bu artıq 700 demək. Demək, N və E olacaq variant bizə uyğun deyil. Onu çıxdıq. Sonra gəlir, biz burada bir hərfdən 2 dənə də toplaya bilərik. Yəni, elə bir bizə limit qoymur ki, 2 fərqlisini topla. Getdik, 324 ilə 305-i toplayanda, demək, 4 ilə 5, 9, 2 ilə 0, 2, 3 ilə 2, 5, 529 eləyir. Demək, M və N də bizə lazım deyil. Sonra M və E hərflərini 224 ilə 411-i toplayaq. 4 ilə 1, 5, 2 ilə 1, 3, 4 ilə 2, 6. Bəli, cavabımız nə oldu? 635. Demək, burada bizim variantımız D olmuş olur. Sonra gəldi 19-cu tapşırıqda deyir ki, Lalə fikrində tutduğu ədəd 254-dən kiçik ən böyük ədəddir. Bura qədər biz hələ bir anlayaq bu sualın mahiyyətini. Yəni, o deməkdir ki, Lalənin fikrində tutduğu ədəd, yəni bu Lalənin fikrində tutduğu bir ədəddir. Həmin ədəd 254-dən kiçikdir. Yəni, 254-dən kiçikdir. Və kiçikdir və bu kiçiklərin içərisində ən böyük istəyir səndən. Yəni, həmişə belə olanda bir şey dərk eləmək lazımdır ki, əgər bizdən kiçiyin soruşursa, bu deməkdir ki, biz bir şey anlamalıyıq ki, əgər bu cür ifadədə, yəni damma kiçikdir 254-də, hansı ədədləri qoya bilərik bura? 0-dan tutmuş, istər 200, son qoyacağımız 250, demək, bura qoyacağımız son ədəd 253-dür. Bir dəqiqə yazım, 253-dür.
İndi bizə bu demək ki, qoyacağımız ədədlərin içərisində bizə ən böyüyün deyirsə, burada da ən böyüyü demək nə olur? 253. Yəni 254-dən 1 vahid kiçik ədəd bunun ən böyük belə də şərti ödəyən ən böyük ədəd hesab olunur. 253. İndi bura qədər mahiyyətini anladıq və arxasına baxırıq. 253 oldu və indi arxasını oxuyaq. Lalə fikrində tutduğu ədəd artıq tapmışıq. Bizə deyir ölüm yoxdur. 253. Tamam. İndi bunun arxasına baxaq. Lalə fikrində tutduğu ədədin üzərinə 435 əlavə edir. Əla. Əsas çətin burada o fikirdə tutduğu ədəd idi. Onu da tapdıq. Oldu, hər şey gözəl. Sonra indi tapırıq. Demək 5 ilə 3 8. Demək 5 ilə 3 8, 4 ilə 2 də 6. Yəni cavabımız olur 688. Yəni bu qədər rahat. Əsas birinci bəzən elə lazım olur ki, belə deyək də, məsələləri oxuyub başa çıxarkən bəzən heç oxuyub başa çıxmadan da tapmaq olar. Hissələrə bölməklə, yəni ardıcıl şəkildə belə deyək də, biz onu deyək ki, belə deyək ki, ardıcıl şəkildə tapsaq, yəni yarısını oxuyuruq, həll edirik və sonra isə digər yarısını həll etmiş olarıq. Tamam, indi gəldik bura. 20-də deyək ki, cədvəldə 3 rəqəmli ədədlərin olduğu qutuları rəngləsək, cədvəl necə görünər? Yəni 3 rəqəmli ədəd istəyir bizdən. 3 rəqəmli ədədin, yəni bir ədədin 3 rəqəmli olması üçün onun təkliyi, onluğu və yüzlüyü olmalıdır. Yəni 3 dənə rəqəmdən ibarət olmalıdır. Fikir verirsiniz, burada 7 lazımdır. 7 bir rəqəmli ədəddir. 59 2 rəqəmli ədəddir. Çünki 9 təkliyi var, 5 dənə də onluğu var. 7-də isə bir dənə təklik var. 169-da fikir verirsiniz, 9, 6 və 1 rəqəmlərin köməyi ilə düzəlmiş 3 rəqəmli ədəddir və 673-də 3, 7 və 6 rəqəmlərinin köməyi ilə düzəlmiş 3 rəqəmli ədəddir. Demək, bizə 3 rəqəmli ədəd dediyinə görə həmin hissələri biz rəngləsək, bax bu cür yəni ala bilərik. Bu da baxırıq ki, C variantına uyğun gəlir. Sonra 21-də deyir ki, müəllim Rəhimdən ədədi 556-ya tamamlayan fiqurlu muncuğu seçməsini istədim. Bura qədər bir dərk edək. Yəni bu deməkdir ki, müəllim Rəhimə deyir ki, yəni bu ədədi 418-i üzərinə hansı ədədi gəlməlisən ki, elə bir ədəd gəl ki, 556-ya tamamlansın. Yəni 556 olsun. Bunun üçün hansı muncuğu seçə bilərsən? Və indi araşdıraq. 418-in üzərinə biz elə bir ədəd gələk ki, həmin ədəd 556-ya tamamlansın. Bunun üçün də belə bir məntiq işlədək də. 556-nın sonu 6 ilə bitmir. Demək 518-in üzərinə nə gəlsək sonu 6 ilə bitər. 6 ilə bitər. Yəni 8 gəlsək də. Demək, bu ədədin sonu 8 olanları tapaq. Burada 138-dir. İndi 138-i biz yoxlayaq. Görək alınır. Yəni, bir-bir qoymaqdansa, bir-bir yoxlamaqdansa, fikirləşək ki, 418-in üzərinə neçə gəlsək, 556 eləyər. İndi bunun 2 yolunu deyəcəm sizə. 6 yazaq 1 yadda, 3-dən 1, 4, 5 və 4-dən də 1, 5. 556 alındı. Amma indi bunun yəni mən sizə tənlik qurmaqla həll edeyim. Məsələn, deyir ki, 418-in üstünə bir dəqiqə qoy, mən bunu təzədən silim, biraz səlqəli formaya salım. Səlqəli formaya salaq birazca. Bir dəqiqə gözləyək. Bunu bir dənə buraları silim. Biraz səlqəli bir formada mən bunu sizə tənlik versiyasında da edim. Gəldik bura. Baxın, deyir ki, 418-in üzərinə neçə gəlsək, gəlsək 556-ya neynəmiş olur? Tamamlanır olur. Buradan da fikir verin, toplanan cəm. Məhsul toplananı tapmaq üçün cəmlə məlum toplananı çıxırıq. Yəni 556-dan, 5-lərimizə bax nə gündə oldu. 556-dan çıxırıq 418-in və orada da cavabı tapmış oluruq ki, 138. Bəli, yəni belə də eləmək olar və yaxud da qoymanla həll etmiş olarıq.
Belə uşaqlar. Yəni iki cür. Həm belə deyək, fikirləşirik 418-in sonu 8-dir, cavabımız da 6-dır. 8-lə neçəni toplasaq biz, yəni ala bilərik onu, amma sonra da bu tənlif versiyasını da qura bilərik. Tamam, sonra getdik bura. Deyir ki, alma və çiyələk toplama əməli nəticəsinə əsasən axırda alma və çiyələyin cəmi neçə olar? İlk növbədə nə edirik biz burada? 115-in üzərinə 16 gəldik. Gəlin gələk. 6 ilə 5 11, bir yazaq bir yadda. 1 ilə 1 2, bir yadda 3 və 1. Həmişə diqqətli edin. Bəzən yaxşı oxuyan uşaqlar da hesabda səhv eləyirlər. Bu diqqətsizlik səhvləri olur. Ona görə də həmişə fikir verin. O zülmü 2 dəfə, 3 dəfə çəkməkdənsə bir dəfə diqqətlə fikir versəz, tapsaz daha məqsədə uyğun olur mənim fikrimcə. Sonra 219-un üstünə 49 gələndə bəzən böyük insanlar da hesabda səhv belə deyək də elementar səhvlər edə bilir. 9 ilə 9 18, 8 yazaq bir yadda, 4 ilə 1 5, bir yadda 6 və 2-də 268. Sonra bizdən alman və çiyələyi tapdıq. Təzədən biz də nə etməliyik sonda? 311 ilə 268-ə toplayacağıq. Yəni vaxt itirməyək, o rahat birdir. Sonra gəldik 23-də. 23-də deyir ki, kitabxanada 113 Azərbaycan dili, bundan 59 ədəd çox riyaziyyat kitab var, cəmi neçə kitab var. Bəzən uşaqlar bunu oxuyub başa çatdırırlar və məsələdə iki addımlı məsələlərdə yarımçıq qalırlar. Onun üçün də həmişə tövsiyə edirəm ki, oxuyaraq qeyd eləmək. Kitabxanada 113 Azərbaycan dili. Yazıram ki, demək Azərbaycan dili A hərfi 113 dənə kitab var. Tamam, gözümün qabağına qalsın. Bundan 59 ədəd çox riyaziyyat. Tamam, bizdən demək növbəti kitabımızın adı riyaziyyat. Riyaziyyatda isə deyir, bundan 59 çox riyaziyyat kitab. Bəzən uşaqlar götürüb qabağına 59 yazırlar ki, 59 gördüm, o dəqiqə 59 yazıram. Xeyr. Yəni 59 ədəd çox demək, o deməkdir ki, yəni sən 113-ün üstünə 59 gəlirsən və riyaziyyat kitabının sayını tapırsan. Demək 9 ilə 3 12, 2 yazaq bir yadda, 5 ilə 1 6, bir yadda 7 və 1. 172 dənə də burada riyaziyyat kitabı olur, 113 dənə də Azərbaycan dili kitabı olur. Və bəzi uşaqlar burada da saxlayırlar. Xeyr. Sonra sual hissəsinə baxın. Cəmi neçə kitab var? Cəm deyəndə, yəni biz təzədən 113 ilə 172-ni toplamalıyıq ki, bizdən Azərbaycan dili və riyaziyyatın ümumilikdə cəmi soruşur. Axırda da o ikisini biz toplamalıyıq uşaqlar. Burada saxlamamalıyıq ki, hə, cavabımız 172-dir. Xeyr, sonda biz 113 ilə 172-ni də toplayırıq. Bu deyir 285. Bəzən uşaqlar qaçır o dəqiqə deyir C variantı. Xeyr, elə bir şey olmasın. Qeydlərlə yazsaz çox sizin üçün rahat olar. Sonra yanında ki toplamada demək bu işarələrin, ədədin rəqəmlərinin cəmini tap deyir. 3 ilə 2 demək 5. 5 ilə 7, 12, 2 yazaq bir yadda, 4 ilə 1, 5, bir yadda da 6. Qoy görüm düz yazdıq mı? Aha, demək, hə, 4, 5, 6, 625. Yəni, bunların deyir ki, ədədin rəqəmləri cəmini tapın. Rəqəmlər cəmdə o deməkdir ki, 6-ın üstünə 2 gələndə, 8, 8-in üstünə də 5 gələndə, demək, qalır 13. 13. Demək, cavabımız neçə alınır? 13 almış olunur. Sonra gəldi 25-də. Toplama əməlində birinci toplanan 573, ikinci toplanan isə 282 olarsa cəm necədir? Çox asan. Birinci toplanan 500 demək 73-dürsə, 570. Aha, 500 dirəşdik. 573-dürsə, ikinci toplanan da 282-dirsə, demək biz cəmi istəyirsə bunları toplamalı. 3 ilə 2 5, 8 ilə 7 15. 5 yazaq bir yadda, 5 ilə 2 7, bir yadda da 8. Yəni cavabımız 855 etmiş olur. Sonra 26-da deyir müqayisənin yerinə yazıla bilən ən kiçik ədəd hansıdır? Demək əziz uşaqlar, bunu tapmaq üçün biz ilk növbədə baxırıq ki, buranı nə etməliyik? Sadələşdirməliyik. Yəni bu misalı biz ədədə çevirməliyik. Bunun üçün də buranı sadələşdirməliyik. 8 ilə 5 13. 3 yazaq bir yadda. 7 ilə 3 10. Bir yadda da 11. Bir yazaq bir yadda. 3 ilə 2 5 və bir də yadda 6. Qoy bir də nəzər eləyək. Demək 3 yazaq bir yadda 10 11 613.
Demək, həmin bu dairə demək 613-dən böyükdür və deyir ki, bu ədədin yerinə yazılacaq ən kiçik ədəd. Bax, yadınızda saxlayın. Əgər işarə dairə tərəfdədirsə, demək bu ədəd, bura yazılacaq ədəd, iç yazılacaq ədəd 614, 615 sonsuza qədər. Bizə də deyir ki, bu yazılacaq içərisindəki yazılacaq ədədlərin ən kiçik hansıdır? Yəni bura başlanılır 614-dən, sonra da davam eləyə gedir. Və bunun içində ən kiçiyi neçədir? 614-dür. Bu qədər. 613 ola bilməz. Çünki 613 olsa bərabər olacaq. Ona görə də o uyğun gəlmir. Sonra gəldik 26-dan sonra gedirik neçənci? 27-ci suala. 27-ci sual çox maraqlı bir sualdır. Deyir ki, yandakı cəmdə hər toplanana 100 əlavə etsək cəm neçə olar? Bu nə deməkdir? Yəni bizə deyir ki, burada 3 dənə ədəd olub, nəsə, hansısa bir ədəd olub. Cavabı 620 almışıq və 620 almışıq. İndi bizə deyir ki, yandakı cəmdə hər toplanana 100 əlavə elə. Yəni buna da 100 əlavə elə. Buna da 100 əlavə elə. Sonra buna da 100 əlavə elə və buna da 100 əlavə elə. Yəni biz bir şey dərk eləyik. Əgər bizim cavabımız 620-dirsə, gətirib bizə 3 dənə ədədi toplayıb biz 620 almışıqsa, sonra gətirib deyirlər ki, o hər ədədin üzərinə 100 verirəm, 100 qoyuram. Yəni bir şey dərk eləyək ki, onda bizim cavabımız 100, 200, 300 vahid artacaq da. Yəni əgər hər toplananı biz yəni 100 vahid artırmışıqsa, cavab da onların cəmi qədər də artacaq. Yəni 620-nin üstünə biz 300 gəlməli. Niyə? Çünki biz hər toplananı 100 artırmışıqsa, cavabımız da 300 vahid artmalıdır. Cavab da eləyir 920. Yəqin. Məsələn, bunu bizə desəydi ki, hər birinin 50-50 artır, onda 50, 50, 100, 100-ün üstünə də 50, 150. Yəni bizim cavabımız 620-miz 150 vahid artacaqdır. Yox, bizə desəydi ki, əgər ki, bunların hər biri 50-50 azalır, az gəlib üstündən götürüblər, 50-50, 3 dənə 50, 150. Onda biz 620-dən 150-sini çıxmalıyıq ki, demək bu azalıbdır. Sonra toplananların hər birini onluğa qədər yuvarlaşdırıb cəmi tapın. Yəni bu nə deməkdir? Yəni bizə o deməkdir ki, deyir ki, 528-i də onluğa qədər yuvarlaşdı. 364-ü də onluğa qədər yuvarlaşdır və sonra cavabı tap. Bax, görürsünüz nə deyir? Toplanan hər birini onluğa qədər yuvarlaşdırıb cəmi tap. Bu onluğa qədər yuvarlaşdırarkən 8 sıfıra çevrilir. 8-ə görə 2, bir vahid artır, olur 3 və 5 də qalır öz yerində, 530. Yəni biz qayda demişik ki, əgər hansı mərtəbə vaidinə qədər yuvarlaşdırılacaqsa, o mərtəbə vaidinin yanında, yəni sağ tərəfində 1, 2, 3, 4 olarsa artmır, 5, 6, 7, 8, 9 olarsa isə artmış hesab olunur. İndi buna baxaq. 4 sıfıra çevrilir. 4 qaydaya görə, 4-ə görə artmır 6 və 3 də olduğu kimi yazılır yerinə. İndi bizə deyir ki, bunları topla. 530 ilə da 360-ı toplayanda cavabımız eləyir 890. Sonra gəldik 29-cu tapşırığımıza. 29-cu tapşırıqda deyir ki, toplama əməlinin simvolları verilmiş demək rəqəmləri tapıb artan sıra ilə düzün. Artan sıra ilə düzün. Gəlin baxaq görək nə demək istəyir. Demək bizə deyir ki, dama 728, 320 və dairə 845-in demək tapmağımızı tövsiyə edir bizdən. Bir dəqiqə gedək biz. Bir dənə buranı pozanı götürüm. Bir dəqiqə. Bir dənə pozanı götürüm. Aha. Bir dəqiqə. Bir dəqiqə. Aha. İndi gələk davamını eləyək. Gəldik bura. Hə, indi davam edirik. Deyir 8-in üstünə neçə gəliblər ki, sonu 5 ilə qurtarıbdır. Yəni biz 8-in üzərinə fikirləşirik ki, 7 gələndə, əgər 7 gəlsək, qələmimizə nə oldu? Bir dəqiqə görək. Aha. Qələmimizə baxaq. Hə, 8-in üstünə 7 gəlsək, 15 eləyəcək. 5 yazaq, 1 yadda.
7-nin üstünə 2 gələndə 9, bir yadda da 10. Yəni 0 yazaq, 1 yadda. 0 yazaq, 1 yadda. 3-ün üstünə neçə gəlib təzədən 1 yadda da eləsək 8 alınar. 3-ün üstünə biz 4 gəlsək 7, bir yadda da 8. Demək burada kvadrat alındı 4, dairə alındı 7, üçbucaq da alındı 0. İndi bizə deyir ki, verilmiş rəqəmləri tapın, artan sıra ilə yaz. Artan sıra nə demək? Kiçikdən böyüyə. Birinci gəlir burada 0 nə idi? Üçbucaq. Sonra gəlir demək kvadrat, sonra da gəlir dairə. Devaq C variantı uyğun gəlir. Sonra gəldik 30-da. Deyir, onluqların sayı 8 olan ən kiçik 3 rəqəmli ədədi, rəqəmli tək ədədin rəqəmləri cəmini tap. Gəlin görək nə deməkdir bu. Demək, əziz uşaqlar, onluqların sayı 8 o deməkdir ki, yəni gəlin baxaq, ən kiçik 3 rəqəm. 3 rəqəmli ədəd deyirsə, demək biz bunun nəyi olmalıdır? Tək, bir dəqiqə. Aha. Demək, bunun nəyi olmalıdır? Olmalıdır təkliyi, onluğu və yüzlüyü olmalıdır. 3 rəqəmli olmaz. Bizə deyir, onluqların sayı 8 olsun. Həmişə bu, mən yüzlük, onluq, təklik sözünü yazdıram. Onluqların 8 olan ən kiçik 3 rəqəmli tək ədəd. Tək ədəddirsə, ən kiçik deyirsə, əlbəttə ki, 3 rəqəmli ədədimiz demək 100-dən başlayırsa, bunun qarşısına mən 1 qoymalıyam ki, bu yəni kiçik olsun, 3 rəqəmli tək ədəd. Və 1 tapdım, yüzlük bildim 1-dir, 8-i deyir, ən kiçik 3 rəqəmli tək ədəd. Tək ədəddə mən bunun arxasına 0 yaza bilmərəm, çünki onda cüt olacaq. Onda nə yaza bilərəm? 1. Görək, bir də qaydaq şərtə görə düzdürmü? Onluqların sayı 8-i, tamam, doğrudur. Ən kiçik 3 rəqəmli tək ədəd, ən kiçik olması üçün qarşısına 1 yazmalıyam. Və tək ədəd olması üçün də tək ədədlərin sonu 1, 3, 5, 7, 9 ilə bitir. Burası 0 ola bilməz, ona görə də 1 qalır. İndi bizə deyir ki, həmin ən kiçik 3 rəqəmli tək ədədin rəqəmləri cəmi tapın. Rəqəmləri cəmi də demək bunların ortasına üstəgələyə qoyuruq. Demək 8 ilə 1 9, 9-un üstünə 1 gələndə də 10 edir. Demək bu qədər. İndi növbəti demək videomuzda bunun Azərbaycan dilisini çalışacağam ki, izahını verəm əziz uşaqlar. Oldu.